İctimai Birliği'nin sədriyəm və burada Xəyalə bacımın bugün balası İmran Əmrahovun şəhidimizin anım günündə mən də iştirak edirəm və sizin hər birinizə səbir diləyirəm Allah'tan. Allah cəm şəhidlərimizin məkanın cənnət, məqamın uca eləsin. Onların ruhları qarşısında baş əyirəm və bu balasının xatirəsi kimi bir balaca da olsa dəstək olmaq üçün mən Xəyalə bacıya İmranın şəklini böyütmüşəm və öz çıxışı ilə bir yerdə, yəni onun guşəsində qoy olsun vətənsevənlər adından. Allah yerini cənnət eləsin. Allah səbir versin və mən bir kəlmə sözlə demək istəmişəm ki, yəni Azərbaycan xalqı İmranı heç vaxt unutmayacaq. Hər şəhidimizin öz hekayəsi var. Hamısının hekayəsi ayrı-ayrıdır. Özünüz gözəl bilirsiniz. Mən çox vaxt şəhid ailələrinin yanında çox oluram. Onların hekayələri hərəsi bir kinodur. Hərəsi bir senaridir həqiqətən. İmranın da senarisini yəqin ki biz hamımız gözəl bilirik. Və inşallah ki haqq yerdə qalmaz və heç vaxtda qalmayıbdır. Biz həmişə Xəyalə bacıma və Rahim qardaşıma dəstək olacağıq inşallah. İnşallah. Cəm şəhidlərimizin bir daha yeri cənnət olsun. Öpürəm hamımızın əllərindən. Tanıdıqlarım, tanımadıqlarım, hər biriniz mənimsiniz. Hər bir şəhid mənim şəhidimdir. Bu da Allah'tan mənə verilən bir vergidir. Mən şəhid ailələrindən sidq ürəkdən, təmənnasız əl çəkmirəm. Hamı bilir. Sağ olun, öpürəm hər biriniz. Sağ olun.